Yahudilərin tarixinə baxdığımızda, onların tarixində heç vaxt sistemləşmiş bir dövlətləri olmamışdır. Yəni, bir yerdə hər zaman sığıntı kimi yaşamışlardır, rəsmi qaynaqlarda. Və yəni, getdikləri hər yerdən də sürgün edilmişlər. Son, ilk dövlətləri də, hər halda ki, son dövlətləri də, bu son 100 illikdə olan dövlətdir ki, o da 1948-ci ildə qurulmuş dövlətdir. Yəni, onun əvvəlində tarixinə baxdığımızda, məsələn, Almaniyada sığıntı kimi yaşamışlar, həmin Nazi Almaniyasında zulmlər görmüşlər. Onun əvvəlində də tarixdə hər zaman bir yerdən digərinə sürgün edilmişlər. Hətta Babil dönəmində köklərinin kəsilməsinə belə çalışılmışdır. Yəni, Yahudi tarixinə baxdığımızda əksəriyyətlə bunları görürük.